İçki məclisi üçün aşpazlıq etmək olarmı? İçki məclisi üçün aşpazlıq eləmək. İçki məclisi haram məclisdir. Haramdan çəkinmək lazımdır. Haramdan çəkinmək lazımdır. Ona görə çəkinin elə yerlərdən. Bəli. Yenə də Bilirsiniz, bu içki ümumiyyətlə bütün günahların ən belə mundarıdır. Bütün belə günahların əsasıdır. Günahların çoxsunun. İçki nə yapardı? İçki yaxşılığa aparmır ki insanı. Ümumiyyətlə fikir versəz cinayətləri ölkələrdə çoxsunun səbəbi içkiyə görədir. İnsan ölür onunla. İnsan özünü alçaldır. Görürsən, kişidir, belə gəzir böyük, içəndə özünü alçaldır. ailəyə təsir. Ailəyə təsirli uşaqlar görür atanı belə, valideyni belə və s. Çox dərinliyə getmək istəmir, bəli.